Klassiklə davam edirik. 57 Chevrolet Corvette C1 Mint. Mint rəngidir, mentol rəngində olması çox qəşəngdir. Yəni bu kult bir kuzovdur Chevrolet Corvette'in. Yəni pulu var alıb da çox qəşəng. O, bəlkə klassik xoşlayırıq deyəsən. 65-ci ilin Ford Mustang Convertible. Okey, kabrio, qırmızı Mustang. Möhtəşəm. İçi də fikir versəz, qırmızıdır, tenti də ağdır. Çox qəşəng, seçimləri çox ləzzət eləyir. Yəni bayaqdan baxıram. 69 Chevy Camaro SS, o da var. Düzdür, indi bu biraz çox oldu elə bil. İndi özü bilər, sağlığına qismət, amma biraz bənzər çox getdi. Kabriolet, klassik Amerikan avtomobilləri. Bu da qəşəngdir. Olar. Pikapımız olmasınmı? 2 dənə 65-ci ilin Chevrolet Scion pikapı var. Üstdəki başqa tərzdədir, altdakı daha biraz belə pasatkalı fason formadadır. Bu da yəni kultdur məncə, yəni Ford'un pikapı da ola bilər məncə, yəni bəlkə ondan da alıb, amma bu da gözəl seçimdir. Land Rover, Range Rover Classic. Avtomobilin interyeri olsun, eksteryer rəngi olsun. Bu kuzov Range Rover'i çox bəyənirəm, amma bizdə çox az olmalıdır. Yaxşı vəziyyətdə olanda bilmirəm var yoxsa yox, amma həqiqətən tutuzdurub. Lamborghini Urus. Tamam. Bir dənə də Jeep'im olsun. Jeep alıram, nə alım? Urus alım. Məntiqli, gözəl. Urus bu digər maşınlara görə biraz standart qaldı mənə görə, amma gündəliyə yarıyar. Land Rover Defender 90 2 qapılı. Çox qəşəngdir. Düzdür, bizdə 4 qapılı əsasən çoxdur, amma 2 qapılısı da çox ləzzətlidir. Yəni haçansa almaq istəsəm 2 qapılısını bərk düşünərəm də, çox ləzzətlidir yəni. Amma bunun oliv rəngi də ola bilərdi. Qara yerinə daha fərqli rəng ola bilərdi məncə. Amma yenə də çox zordur. Belə millət, bu videomuzda Kendall Jenner'in şəxsi avtomobil kolleksiyasını sizə göstərdiyi öz şərhimi də əlavə elədim. İndi bilmirəm, bindən belə nəsə satıb, alıb, amma ümumi başa düşdüyümüz qədər Porsche 5 xoşlayır. Amerikan köhnə avtomobilləri çox sevir. Bir də ki, maraqlı, misal üçün Land Cruiser, Range Rover falan da maraqlı idi. Növbəti hansı tanınmış, hansı celebrity car collection görmək istəyirsinizsə, şərh hissəsinə qeyd edin.